Esselamu Aleyküm değerli, əziz müsəlmanlar, izləyicilər. İlk öncə Allahu Azze ve Celle'dən bu gözəl gündə duaların qəbul olunma zamanında, Ramazan ayında Allah'tan dua edirəm ki, Allah Teala bizim salih əməllərimizi qəbul etsin və ixlaslı şəkildə ona ibadət edən qullarını etsin. Çünki ixlas mövzusu ən mühüm, vacib mövzulardan, dualardan insan həyatında biridir. Və bilmək lazımdır ki, açıq şəkildə danışacağım ki, daha yaxşı başa düşülsün. Allah Azze ve Celle bütün bəşəriyyəti, yəni cinləri və insanları sırf, yalnız ona ibadət etmək üçün yaratdı. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etməsi üçün yarattım. Məhz Allah Azze ve Celle də qiyamət günündə, haqq hesab günündə, yəni qul qiyamət günü ilə Rəbbi ilə qarşılaşanda, haqq hesab günündə, yəni salih əməllərin quldan qəbul olunması üçün iki rükun, İki şərt lazımdır. Birinci, ixlas, yəni etdiyin hər bir salih əməl Allah rızası üçün, Allahın razılığı üçün olmalı. Bir də mütəbəə, yəni Peyğəmbər s.ə.v-in tabiçiliyi, yəni hansı şəkildə Allah'a ibadət edibsə, o şəkildə Allah'a ibadət etmək lazımdır. Nə üçün bu barədə danışdım? İxlas barəsində. Xüsusən İndiki vəziyyətdə sosial şəbəkələrdə adam baxır, dəhşətə gəlir valla. Yəni din adı altında bəziləri show business, show verir. Üzr istəyirəm, hoqqa verir din adı altında. Subhanallah, oruç tutmaqla özün reklam edir. Oruç tutmaqla tırnajorda hansı idman hərəkətlərini eləmək lazımdır. Yaxud da oruclu olduğu halda, orucu açanda necə yemək, yaxud da hansı yeməyi bişirmək lazımdır. Qızlı, oğlanlı, oğullu, uşaqlı fərq etməz. Hansı icabı, hansı şəkildə bağlamaq lazımdır. Şov verir adam. Buradan ümrəyə gedir. Əlin açır, yalvarır, ağlayır. Şov verir, hoqqa verir. Özün reklam edir ki, onun abunə sayı çox olsun, onun izləyicisi çox olsun, ona daha çox like atsınlar. Bəzi müğənnilər şov göstərməklə özünü reklam edir, bəzi dindarlar da din adı altında ibadət etməklə özləri reklam edirlər. Bunun əksi riyadır. Yəni, insan salih əməllərdə özünü insanlara göstərir. İnsanlar onu tərifləsinlər deyənə, daha çox like atsınlar deyənə, daha çox abunə sayı çox olsun deyənə salih əməllər edir. Subhanallah, insanın əzəmətli ibadəti baxırsan, gecə namazlarına, sübh namazına durur, şov göstərir, özün reklam edir. Bəs Allahın razılığı, subhanallah, insan dəhşətə gəlir. Allah Azze ve Celle Quran-Kərimdə buyurur ki, kim Rəbbi ilə görüşməyə ümid edərsə, haqq hesab günündə, qoy salih əməllər etsin və ona heç bir şeyi şərik qoşmasın. Subhanallah, bizim indiki halımız Allah'a salih əməl edə Allah'a şərik qoşuruq. Özümüzü insanlara göstəririk ki, insanlar bizi tərifləsinlər. Bu necə gözəl insandır, sədəqə verir, salih əməllər edir. Vallahi ki, milyonlarla sədəqə versən də, gecə namazlarına dursan da, əzəmətli ibadəti yerinə yetirsən də, əgər onda Allahın razılığı yox, insanların razılığı varsa, onun sənə heç bir faydası olmayacaq. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, mənim sahabələrimi sövməyin, onların bir oğuz verdiyi xurmanı siz Uhud dağı qədər versəniz, sədəqə versəniz, yəni milyonlarla, manatlarla sədəqə versəniz, siz onlara sata bilməzsiniz. Bu nədir? Bu ixlası göstərir. Ona görə hər bir əməldə, hər bir niyyətdə əməl vardır.
Yəni niyyətsiz əməl yoxdur. O kimsə deyir ki, mən niyyətsiz əməl edirəm, alimlər deyir ki, o dəlidir. Çünki etdiyi əməli bilmir. Ona görə hər bir əməllər, hədisdə deyir ki, niyyətə bağlıdır. Kimin əməli Allah üçün olarsa, onun əməli də onadır. Ona görə də bizim salih əməllərimiz, qəlbdəki olan niyyət Allah üçün olmalıdır. Ona görə də Allah Azza və Cəllə bizi Quran-ı Kərimdə buyurur ki, biz onların qəlblərinə baxarıq. Deməli, salih əməllərinə, onların qəlblərinə, yəni ixlasla olan əməllərə baxarıq. Subhanallah. İbn İyad bu ayənin tərifində bu ayə ilə tərif edir. Deyir ki, Allah Subhanahu ölümü və həyatı yaratdı ki, hansınız daha çox, yox, daha gözəl əməl edəcək. Gözəl əməl nədir? İxlas, bir də Peyğəmbər s.ə.v-in mütabəə, tabiçilikdir. Əgər sən ixlaslı olub, Peyğəmbər s.ə.v sünnəsi ilə gedməsənsə, və yaxud da Peyğəmbər s.ə.v sünnəsi ilə gedib, ixlaslı olmarsansa, onun sənə heç bir faydası yoxdur qiyamət günü. Ona görə də əməllərin qəbul olması üçün ixlas, etdiyin hər bir salih əməl, hətta ağzından çıxdığı hər bir söz, hər bir kəlmə, hər bir əməl, itaət Allah üçün, Allahın razılığı üçün olmalı və Peyğəmbər s.ə.v sünnəsinə uyğun olmalıdır ki, Allah Teala bizim salih əməllərimizi qəbul etsin. Təsəvvür Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, bu ayəni də tamamlayacağım. Uzun danışmaq olar bu mövzuda. Bəzi salih sələflərin ixlasla təriflər verib, həqiqətən onları oxuduqda adam dəhşətə gəlir. Ona görə Allah Subhanahu buyurur ki, biz elə qövmlər olacaq ki, deyir, biz onların savabların toz dənəciklərinə döndərəcəyik. Çünki onda ixlas olmayacaq. Təsəvvür elə qövmlər olacaq ki, Uhud dağı qədər insanlar savabla dolu Allahın huzuruna gələcək. Əməllərinə görə fəxr edəcək. Amma Allah Teala onların əməllərindəki niyyətə baxdıqda görəcəklər ki, yox, bu salih əməllər adı altında şov verirmiş. Subhanallah. Bu hoqqa verilmiş. Bu reklam edilmiş. İnsanlar ona daha çox like atsınlar. Onun izləyicisi daha çox olsunlar deyənə bu əməli edib. Ona görə də salih əməllərdə hər bir əməl Allah üçün olmalı və Peyğəmbər sünnəsinə uyğun olmalıdır ki, Allah Teala bizim bu salih əməllərimizi qəbul etsin və Allahdan da ən çox özüm üçün dua edirəm ki, ya Rəbbim, məni hər bir əməlimdə ixlaslı olan qullarını etsin. Subhanəkəllam, bihamdikə, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ilayk. Əssəlamu aleykum və rəhmətullah.